Bu 1400 ildir bir tarixi məsələ niyə bu qədər qabardılır axı? Həzrət Hüseyn cənnətdə idi, sevinmək lazımdır. Hər il eyni şey, nə qədər olar axı? Əvvəlcə əzizlər, bu fotoya baxın. Bax, bu mənim fotomdur. 80-ci illərin axırıdır. Hələ 20 yanvar faciəsi, Xocalı faciəsi, işğallar baş verməyib. Yadımdadır, anam bir gənc cütlük vardı. Onlardan xahiş etdi. Onlar da bu gül buketini verdilər. Foto çəkildi, qaytardıq. Bilirsiniz, bu nə gülüdür? Köhnələr bilər. Qərənfil. Bəli, o vaxt qərənfil matəm gülü deyil idi, sevgi gülü idi. İndi bir xeyir işlə gedib kiminsə ailəsinə qərənfil alıb apara bilərsiniz? Yox. Quranın harasında Allah harda yazıb ki, qərənfil matəm gülüdür, hə? Niyə bəy gəlin bir-birlərinə qərənfil vermirlər indi? Yaxud qələbə qazanmışıq da, artıq Xocalı da qayıdıb, şəhidlər də cənnət idi, sevinib şadlıq edək də, hə? Bir şəhid anasına belə söz deyə bilərsiniz, vicdanınız bunu qaldırar. Adi bir məntiq, niyə hər il? Müəyyən mesaj var və o hər daim yaddaşlarda qalmalıdır. Necə ki, 1000 il keçsə də Xocalı, 20 yanvar, 31 mart və s. faciələrimiz əsla unudulmamalıdır və bu xalqın yaddaşında qalmalıdır. Bir söz deyim, əziz Aşura faciəsinin matəmini qeyd edən əzizlər, siz kiməsə neysə isbat etməli, hesabat verməli deyilsiniz. Ay, bunu niyə belə etdiniz? Olmazdı ki, belə edəsiz. Həmin adamlara deyin ki, öpürük, yaxşı yol. Bir dəstə adam var, münsiflər heyəti kimi oturub, hesabat tələb edirlər. Ay gid, sən mənə hesabat verirsənmi? Necə ki, o sənin öz həyatındır və istədiyin kimi yaşayırsan və mənim fikrim sənə maraqlı deyil, bu da mənim həyatımdır. Onu istədiyim kimi yaşayaram. Bir də daha sonra nəmnüm edən adamlar var, Quranda axtarırlar ki, Məhərrəm ayında toy etmək olar, yoxsa olmaz. Qeyd edim ki, ümumiyyətlə toy adlı bir şey Quranda yoxdur. Yaxud da xüsusilə Əməvi ardıcılar olan Vəhhabilər var. Sizə bir sual verim. Təkvir surəsində oxuyuruq, diri-diri bastırılmış qız uşağı haqqında soruşulacaq zaman hansı günaha görə öldürülmüşdür? Sual, bu ayənin mənə nə adiyyatı var? Mən qız uşağı dəfn etmişəm. Məyər o qız uşağı cənnətdə deyilmi? Niyə Allah bu ayəni Qurana salıb və hər ildə dəfələrlə oxunulur? Yaxud Yasin surəsində bir kişidən danışılır ki, peyğəmbərləri incitdikdə gəlib çıxdı ora. Əhvalatı bilirsiniz. O kişini öldürdülər. Çox təsirli mesajları da var. Heç adı qeyd olunmayan bir adamın ki, hədislərə əsasən adı Həbib Nəccar idi. Allah niyə onun hekayətini Quranda verir, hə? Məyər o adam cənnətdə deyilmi? Məyər onlar bir ümmət deyildimi ki, olanlar olub keçdi, getdilər. Yaxud Buruc surəsində oxuyuruq, ölüm olsun işgəncə verən xəndək sahiblərinə. Niyə lənət deyirsiniz? Niyə filan edirsiniz? Quran deyir, ölüm olsun. Dalıcan oxuyuruq, böyük və şölələnən bir od